Biz insanlar təbii olaraq rahatçılığa meyilli bir varlıqlarıq. Yəni özünə əziyyətə verməmək, yəni mən niyə bu əziyyəti çəkim? Qoy oturum bir 5 dəqiqə dincəlim. Yəni rahatçılığa meyillənirik. Bu da normaldır da, məntiqlidir də. Niyə insan əziyyət çəkmək istəsin ki? Amma eyni zamanda da insan şuurlu bir varlıqdır. Və uzun müddət bu rahatçılıq içində yaşayanda insan öz daxilində olan o potensialını artıq basdırır və ondan sonra boşluq kimi bir vəziyyətə düşür. Yetərsizlik hissi yaşamağa başlayır və müvəqqəti zövqlər, rahatçılıqlar artıq yetərsizliklə əvəzlənir. Ona görə insan şuurlu bir varlıq olduğuna görə uzun müddətlik xoşbəxtliyi, zövqü, hətta belə deyərdim, həzzi daxili potensialını reallaşdıra biləndə alır. Amma bunu etmək üçün gərək başda əziyyət çəkəsən də, başda o addımı atasan. Bunun üçün də insana iradə kimi bir xüsusiyyət verilib. Yəni buna da iradə lazımdır ki, başa düşəsən ki, bu müvəqqəti zövqdən sonra mən xoşbəxt olmayacağam. Amma indi o addımı atsam, sonra uzun müddətli o zövqü yaşaya biləcəm. Şuurlu bir varlıq kimi əsl zövqü, daxili potensialını reallaşdıra biləndə alır. Özünü təsdiq edə biləndə alır, özünü ifadə edə biləndə alır.